Ramazandan əvvəl bütün marketlər və s. hər yerlərdə xurmalarla dolur. Elə bir anlayış çıxarıbdılar. Yenə də bu kapitalizmin başqa bir təsirindəyim. Mütləq və mütləq Ramazanda iftarı açanda xurma ilə yeməli. O burası dinlər yolka ağacı satanda müsəlmanlar xurma satmalı. Nə satmalı? Müsəlman xurma yeyir. Peyğəmbər sallallahu əleyhi və səlləm deyir ki, ay xurma ilə açın da, iftarı xurma ilə. Çünki xurmada bərəkət var. Həqiqətən də xurmanın çox faydaları var insana. Allah Taala Qurani-Kərimdə Məryəm əleyhissalamdan danışanda, Məryəm əleyhissalam hamilə olanda Allah Taala onu ağacın altına gətirir. Deyir ki, o ağacdan götür yeyib. Biz nə oluruq? Xurma ağacı oluruq. Xurma ağacından yeyirik. Xurma hətta tozu var, tozu. İnsanın, qadınların hamiləliyi üçün, kişilərin artımı üçün, yəni övlad artımı üçün, cinsi bəli, bunlar üçün böyük bir faydaları var. Bir sıvat geri atsa bir həkimlə, normal həkimlə oturub danışsın, ona izah eləyərlər hamısı nə var, nə yox. Nə satmalı ya, yaxşı, nə verməlidir? Xurma yeyirik də bizlər, əlhamdülillah.